Ermənistanın Ragi saytının yazdığına görə Rusiya Amerikadakı erməni lobbisini neytrallaşdırmağa çalışır. Sayt qeyd edir ki, Ermənistan və Rusiya Xarici İşlər Nazirliyi rəhbərlərinin müavinləri səviyyəsində Amerika Birləşmiş Ştatları və Kanada ilə əməkdaşlıq üzrə məsləhətləşmələr keçirir. İki tərəfli müqavilələrə əsasən tərəflər, yəni Ermənistan və Rusiya, beynəlxalq arenada addımlarını uyğunlaşdırır. Lakin bu uyğunlaşdırma bir qayda olaraq Ermənistanın anti-Rusiya qətnamələrinə qarşı çıxmasından ibarətdir. Yaxud anti-Rusiya qərarları zamanı Ermənistan susmağa üstünlük verərək Rusiyanın dediyinə dinməz söyləməz itaət etməlidir. Bəs Amerika Birləşmiş Ştatları və Kanada ilə münasibətlər üzrə məsləhətləşmələrin keçirilməsi nədən irəli gəlir? Mümkündür ki, bu məsələ Ermənistanla yox, Amerika Birləşmiş Ştatlarındakı erməni diasporu və lobbisi ilə bağlıdır. Sayt əlavə edir ki, Konqresdə Amerika Birləşmiş Ştatları Ermənistan Dostluq Qrupunun tərkibi bütövlükdə Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini tələb edən konqresmenlərdən ibarətdir. Bu konqresmenlər Rusiyanın Amerikadakı seçkilərə müdaxilə etdiyi fikrinin üzərində israrla dayanır. Rusiyada Ermənistan vasitəsilə Amerikadakı erməni diasporunu və onların təsir etdiyi konqres üzvlərini neytrallaşdırmaq və sıradan çıxarmaq istəyir. Qeyd edək ki, Amerikadakı erməni diasporu və lobbisi İrəvanın arxalandığı əsas gücdür. Məhz onların vasitəsilə Ermənistana, həmçinin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə maliyyə yardımları ayrılır. Bu baxımdan erməni diasporu və lobbisi Ermənistanın son qalası hesab edilir. Belə çıxır ki, Rusiyanın bu addımı isə Ermənistanın son qalasını da əlindən çıxarır.